Özünü dərk edəndə artıq gələcəyini, kim olacağını müəyyənləşdirməyə başlayır. Əgər bir insanın daxilində sənət toxumunun cücərtiləri varsa, o nə vaxtsa pöhrələnib bar verə bilər. Yetər ki, bacarığını düzgün qiymətləndirib, lazımi vaxtda xərcləməyi bacarasan. Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Xəlilzadə bənzərsiz sənət nümunələri yaradan gözəl və bacarıqlı xanımlarımızdan biridir. O, Azərbaycanın qədim və zəngin mədəniyyət ocağı olan Şəki şəhərində anadan olub. Şəki həm də mühüm ticarət mərkəzi olub. Məhz bu torpağın ab-havası, göz oxşayan təbiət mənzərəsi Mehriban xanımın əsərlərinin qaynağıdır. Uşaq yaşlarından dekorativ tətbiqi sənətə maraq göstərən müsahibimizə bu sənəti öyrədən və sevdirən müəlliməsi Arifə Məmmədova olub. Mən kiçik yaşlarımdan tikmə sənətini sevmişəm. Bu sənəti mənə sevdirən anam olmuşdur. Ailəmizdə lap kiçik yaşlarından tikmənin işləndiyini müşahidə edirdik. Bəzən də kömək edirdik. İş çox olanda biz də anamla bir yerdə işləyirdik. Hətta qonşu qızlar da bir yerə yığılıb uzun qış gecələrində ancaq sənətdən və tikmə ilə məşğul olardıq. Bu tikmələri o zamandan könlümə, ruhuma hopdu və tikmələrin çox möcüzəli bir aləmi var. Bir dəfə tikmə ilə məşğul olan adam bütün həyat boyu bu işə bağlanır, elə bil ki, özünə cəlb eləyir. İndi hal-hazırda hətta bir an belə tikməsiz dayanmaq, tikməmiş yəni bir halda durmaq olmur. Mən həmişə əlimdə nə isə bir şey tikirəm. Bəzən bu bir əsər də ola bilər və yaxud da kiçik bir əşya da ola bilər. Sənəti sevdirən Arifə xanım bu sənətin bütün sirlərini mənə və tələbələrinə öyrətməyə çalışmışdır. Amma hər kəs öz bacarığı, qabiliyyəti səviyyəsində qavramışdır. Hazırda bir çox tələbələri fəaliyyət göstərir və tikmələri yaşatdırıb davam etdirirlər. Onlardan biri də mənəm. Müxtəlif mövzulara müraciət edirik və hətta ümumiyyətlə, Arifə xanımın sənətdə etdiyi yeniliklərdən biri tikmənin yalnız balın cüzlərində qalması deyil, həm də tablolar şəklində işlənməsidir və bütün rəssamlıqda olan növlərin tikmələrə gətirilməsi və yaxud tikmələrin rəssamlığa tətbiqi şəklində inkişaf etməsi çox effektli olmuşdur və hal-hazırda da çox marağa səbəb olan sahələrdən biridir. Mehriban xanımın yaradıcılığı yüksək peşəkarlıq, bənzərsiz tikmə üsulları, eskizləri, naxışları ilə xüsusilə fərqlənir. Ustanın işlərində incəlik, zərif ilmələrin sıx və nizamlı düzülüşü əsərlərini zənginləşdirən amillərdir. Eyni zamanda tikmələrin hər bir naxışında nənəsinin, anası Arifə Məmmədovanın nəfəsi, dəstxətti duyulur. Təkəldüz sahəsində dəyərli sənət əsərləri yaratmış Arifə xanım qızının bu sənətdə püxtələşib inkişaf etməyində ən böyük yardımcısı olur. Mənim anamın fəaliyyətə başladığı dövrdə Şəkidə 3 nəfər sənətkar var idi. Nuriyə müəllimə və Rıza dayının qızı Möhtərəm xanım məşğul olurdu və onlardan anam öyrənib, sonra isə bunu tələbələrinə öyrətmişdir. O zaman fəaliyyət göstərən Təkəlduz kursunda dərs demiş və çoxlu tələbələr yetişdirmişdir. Onların içərisində hal-hazırda nənə olanlar belə var, yəni onların yaşları çoxdur. Sənət işlənməlidir ki, yaşasın və inkişaf etməsi üçün çox insanların bunu öyrənməsinə, hər kəsin öz səviyyəsinə görə inkişaf etdirilməsinə ehtiyac var. Təkəlduz tikmələrin Sovet İttifaqının ilk yarandığı illərdə Həsən bəy Zərdabi və xanımı Hənifə xanımla birlikdə işlədikləri ipək cicimlər və tikmələr 1889-cu ildə Qafqaz Kustar sərgisində iştirak edib böyük medala layiq görülüb. Bu sərgilərdə şəkli sənətkarlardan Mir Mövsüm Əlinin də işləri medala layiq görülüb və həmin sərgidə medala layiq görülən işlər Berlinə, Moskvaya, Parijə qədər
daşınmış və nümayiş etdirilmişdir. Sovet İttifaqının ilk yarandığı illərdə bu işlər biraz ləngisə də, amma sonradan xırda sənətkarlar bu sənəti davam etdirmişlər. O zamanlar əsasən kişilər bu işlə məşğul idilər və daha sonralar isə sənət daha çox ailələrdə saxlanıldığı üçün xanımlar bu işlə məşğul olmuşlar. Mehriban xanımın işlərinə nəzər salanda görürük ki, usta mürəkkəb elementlərdən, yeni tikiş texnikasından mükəmməl şəkildə istifadə edir. Əsasən təkəlduz və xovlu tikmələr üzrə əsərlər yaradır. Bacarıqlı usta eyni zamanda tikmənin müxtəlif növləri ilə dərindən məşğul olur. Muncuqlu, pilə tikmə, doldurma, cümlə, kəsmə, güləbətin, xovlu kimi tikmə üsulları Mehriban xanımın əsərlərinə dolğun, valeh edici görkəm qazandırır. Həmçinin bugün mədəniyyətimizə əhəmiyyətli yeniliklər bəxş edir. Təkəlduz tikmələr bir çox xalqların dilində də təkəlduz kimi adlanır və duz fars sözü tikmə mənasındadır. Ancaq Azərbaycanda bu xüsusi tikmə növüdür. Amma məsələn İran, fars dilli ölkələrin bir çoxunda duz əşyanın adına artırılaraq, duz şəkilçisi əşyanın adına artırılaraq həmin əşyanı tikirəm mənasında işlənilir. Məsələn, papaq tikirəm, papaq duzi, ayaqqabı tikirəm, məst duzi deyirlər. Qədim Azərbaycan sözlərində də məsələn palanduzi, çuvalduzi kimi sözlərimiz vardır ki, bizim məsələn xalq ədəbiyyatımızda da bu sözlər keçir. Palanduz palan tikən deməkdir, çuvalduz çuval tikən deməkdir. Təkəlduz isə tək alıb tikirəm deməkdir. Amma bəzən bunu bizdə səhv olaraq tək əllə tikirəm mənasında izah edirlər. Mən qeyd etmək istəyirəm ki, bir çox tikmələri bir əllə işləmək mümkündürsə, məsələn, iynəni bir əlində tutub tikmək mümkündür, o bir əlin köməyi olmadan da işləmək olar. Amma təkəlduz tikmə mütləq iki əllə işləməlidir. Çünki bir əl sapı verir, o biri əl sapı çəkir. Yəni, bir əllə işləməyə çalışsaq, bu mümkün olmaz. Çünki o bir əlin sapı verməsi vacibdir. Pakistanda, məsələn, bu tikmənin adına ən yaxşı tikmə mənası verilən, fars dilli ən yaxşı tikmə mənası verən bir söz işlənilir. Özbəkistanda yurma deyirlər, Tacikistanda darafş deyirlər. Amma bu ölkələrdə də yenə qeyd edirəm ki, balıncüzü və yaxud paltarların kənarında bir xət kimi bunlardan istifadə olunur. Amma Azərbaycan tikmələri öz qüvvəti və gücü ilə hamını valeh etmək qabiliyyətindədir. Mehriban xanım qeyd edir ki, müasir dövrdə bədii tikmənin qəliz və mürəkkəb növləri demək olar ki, işlənmir. Lakin ustanın işlədiyi butaların içərisindəki zəngin elementlər, ilmələrin sıxlığı onları daha cazibədar, zövqlü göstərir. Kiçik detallar elə böyük məharətlə qabardılır ki, gözdən yayınması mümkün deyil. Tikmələrdə ən çox işlənilən elementlərdən birisi butadır. Butadan başqa tikmələrimizdə və xalçalarımızda bir çox elementlər vardır ki, hər sənətkarın özünün sevimli bir elementi olur. Məsələn, anamın sevimli elementlərindən biri burmalar idi və o bütün əsərlərini bu burmaları və butaları nümayiş etdirərdi. Mən də butaları çox sevirəm və butanın müxtəlif variantlarında işləyirik. Butanın duruşundan müxtəlif mövzular alınır. Bunları bəzən sevgili butalar, bəzən küsülü butalar deyirlər. Müxtəlif, yəni içərisində işlənilən detallardan da butanın mövzusu dəyişməsinə səbəb olur və insana müxtəlif cür təsir eləyir. Hər duruşu bir cür təsiri xüsusiyyətinə malikdir. Çox maraqlı elementdir. Bundan başqa islimi xətai elementləri var. Zənciri deyirlər, meandra, rumi naxışlar vardır ki, bunlar da tikmələrdə çox yaxşı alınır. Və mən bu elementlərdən istifadə edərək naxış kompozisiyaları yaratmağa da çalışmışam və maraqlı naxışlar alınıb. Yenə də deyirəm, ən çox sevdiyimiz elementlərdən birisi butadır ki, hal-hazırda onu da işləyərək davam etdiririk. Hər sənətkarın özünün həm də sevimli bir rəngi olur və mənim ən çox sevdiyim rənglər mavi və yaşıldır və bunu bütün əsərlərimizdə ana xətt olaraq daşıyırıq. Hal-hazırda
tikmələrdə əsasən musiqi mövzusuna müraciət etməyə çalışmışıq ki, bu bildiyimiz kimi Eurovision Azərbaycanda keçirilməsi ilə əlaqədar musiqi mövzusu tikmələrimizdə üstünlük təşkil edir. Muğam üçlüyü tar kamandan ibarət bir kompozisiya yaratmışıq. Bu bizim həm musiqimizin gözəlliyinə bir münasibətimizdir, həm də Eurovision qabağı musiqinin daha çox təbliğ olunması ilə əlaqədar işlənmiş işlərdir. Bunlar xüsusi diqqət və qayğı ilə yanaşmışıq. Həmçinin də milli rəqslərimizə və digər bir musiqi növümüz olan nağara zurnanı da əks etdirməyə çalışmışıq. Həmçinin bu musiqi mövzusunda da işlənən işlər maraq kəsb edir və düşünürəm ki, gələn turistlərin də zövqünü oxşaya bilər. Mehriban xanım dəfələrlə xarici ölkələrdə sərgi və festivallarda iştirak edib, vətənimizin uğurlu təmsilçisi olub. Mədəniyyət və Turizm Nazirliyinin təşkil elədiyi sərgilərdə geniş tamaşaçı auditoriyasının marağına səbəb olan işlərini nümayiş etdirib. Əgər biz çalışsaydıq ki, bütün yaxın şərqi qarış-qarış gəzək və tikmələri öyrənək, yəqin ki, bu mümkün olmazdı. Amma bütün sənətkarların bir yerə toplandığı bir məkanda olmağımız və bizim belə bir sərgiyə dəvət almamız çox uğurlu bir şansımız oldu. Keçən il biz İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi xalq sənətkarlarının festivalında iştirak etdik və bu sərgidə iştirak etməyimiz bizim üçün çox maraqlı idi. Çünki 13 ölkədən iştirak edən müxtəlif xalq sənətkarları var idi. O cümlədən də tikmə ustaları var idi. Həm də bu tikmə ustaları yalnız sadəcə seçilib dəvət olunmamışdı. Onlar xüsusi müsabiqələrdən keçərək müsabiqənin qalibləri dəvət olunmuşdu. Və o müsabiqənin qalibləri olan o usta sənətkarların hər birinin tikməsi ilə, onların texnikası ilə və nəticədə yaratdıqları əsərlərlə tanış olmaq çox maraqlı idi. Həm onların öz turistlərə təqdim etdikləri nümunələr var idi, həm də incəsənət əsəri kimi yaratdıqları nümunələr var idi və sənətin həqiqətən də bir dili var. 13 ölkənin dilini bilmək çətin olardı və baxmayaraq ki, biz onların dilini bilmirdik, amma sənətin bir dili var. Biz bir-birimizlə anlaşırdıq və bu tikmələrin adları ilə bağlı maraqlı araşdırmalarımız oldu. Bir-birimizdən müqayisə etdik əsərlərimizi. Mən deyim ki, onların içərisində ən gözəl əsərlər Azərbaycan əsərləridir və bu ölkələrin içərisində də ən layiqlisi olduğuna görə 13 ölkə içərisində yalnız Azərbaycan sertifikata layiq görülmüşdür. Yerli əhəmiyyətli sərgilərdə də çox tez-tez iştirak edirik. Yəni bizi dəvət etdikləri hər bir yerdən geri qalmamağa çalışırıq və hər sərgidə çalışıram ki, yeni işlərimlə iştirak edim və təəccübləndirməyi çox sevirəm. Yəni yeni işlərimlə həm diqqət cəlb eləməyi, həm təəccübləndirmək çox mənim özüm üçün də maraqlıdır. Müxtəlif sərgilərdə iştirak etmişəm. İştirak etdiyim bütün sərgilərdə də diplomlara, sertifikatlara layiq görülmüşəm. Çox zaman birinci, ikinci yerləri alıram. Çalışıram ki, bu uğuru davam etdirəm və ümumiyyətlə tikmələrimizi gələcəyə daşımaq bizim şərəfli bir borcumuzdur. Bunun öhdəsindən layiqli şəkildə gəlməyə çalışıram.